dünənə qədər seriallarla, bəzi fəsad filmlərlə bu işi görürdülərsə, artıq intellektual verilişlərlə də bu işi görməyə başlayırlar. Üzvləri kimdir? Feminizm düşüncəsinin sahibləri. Qadınlara nə aşılayır? Hədsiz azadlıq və Qərbin təfəkkürü. Əgər ailədə xoşbəxt deyilsənsə, sənin mənfəətivi ailə ödəmirsə, ayrıl, ged özünə xoşbəxtçilik tap. Bir ara bu ideologiyanı təbliğ edən şəxslərin ölkədə fəaliyyəti olduqca zəifləmişdi. Alternativ nə etdilər? Alternativ bir dənə qüvvələr yaratdılar, qıcıq yaradacaq qüvvələr. Bəzi şəxslər çıxdı psixologiya adı ilə, kapital dəyərlərinə, iqtisadi çıxışlar, müxtəlif bu formalarda başladılar qarşı tərəfdə qıcıq yaratmağa, bilərəkdən. Müəyyən sözlər dedilər, zahirdə kişilərin tərəfini tutan sözlər. Bununla təzdən yenə feminist cərəyanlara qıcıq yaradaraq onları meydana saldılar. Eynən sanki bütün ölkələrdə müxalifət var da. Qərbin nəzarət elədiyi ölkələrdə müxalifət nə üçündür? Müxalifət bunun üçündür ki, Qərbin iqtidar üzərində qoyduğu planları icra eləsin. İcra eləmədiyi təqdirdə müxalifət vasitəsilə ona təzyiq eləsin. Yəni bəzən də biz görürük, Qərb təfəkkürü görəndə ki, ölkədə zəifliyir, alternativ şəxslər meydana atırlar. Onların işi nədir? Katalizator olunur, qızışdırır, meydanı qızışdırır. Qıcıq yaradaraq təzədən bu cəbhəni meydana çəkir.